Mən orada deyirəm ki, verim sənə, gəl ürəyimi verim sənə. Qorxuram inciyərsən, gəl ürəyimi verim sənə. Ümumiyyətcə, vermək sözü Azərbaycan leksikasında işlənən bir sözdür. Çox şey verə bilərsən, sevgivi verə bilərsən, ürəyi verə bilərsən, müxtəlif mənalarda da, yəni, əgər ümumiyyətcə vermək sözü ola bilər çox mənalı sözdür. Ancaq biz niyə bunu bu qədər pis düşüncəyə sahib olaraq pis şeylər düşünürük? Yəni, mahnıda mən nalayiq bir ifadə işlətməmişəm. Məncə düşünürəm ki, bax, sənə gələn mesajlardan daha çoxu canlı oxuya bilmədiyinə görə başqa cür mahnılar yazır, bəstələyir. Sən onlara nə cavab verə bilərsən? Bu arada Bahardan telefonumuzu götürək görə gələn mesajlar, şərhlər hansılardır? Bax, gələn mesajlara görə izləyicilərimiz yazırlar ki, Sevgi Sultanın səsi olsa, belə bu cür mahnılar çıxarmaz. Bunlara cavabın nə olar? Deməli, onu bildirmək istəyirəm ki, əgər mənim səsim olmasa, mən toylarda canlı ifa etmərəm, ancaq fonoqram oxuyaram. Və mənim TikTok hesabıma girən adamlar da, baxanlar görür ki, mən orada xalq mahnıları belə oxumuşam səhnədə. Mən hazırda, bəli, xanəndə yanına gedirəm, dərs alıram. Hətta mən ali təhsilliyəm, sadəcə olaraq bu il inşallah musiqi təhsili də alacam. İnşallah. Yəni, mən o bəziləri kimi sırf fonoqram oxuyan olsam, heç mən bu dəqiqə xanəndə yanına gedib nəyisə öyrənmərəm, nəsə oxumaram. Və orada deyənlər ki, var, canlı oxuya bilmir. Onlara mən artıq heç nə demək istəmirəm. Sadəcə olaraq bir dənə ifamla göstərəcəm. İstəsələr qulaq asmazlar. Bir xalq mahnımız var, tellərini yandara qız. Tellərini yandara qız, eylə dərdimə çara qız. Ay, qaşır gözü qara qız, eylə dərdimə çara qız. Tellərini